Deyirlər ki, Əhl-i Sünnətin camiası yoxdur, məscidi yoxdur, ya azad deyirlər. Bizim bu şəhəri Urumiyədə dəqiqən 16 dənə məscidimiz var ilə şəhəri Urumiyədə ki, hamıda da namaz-ı cümə qılırlar. Cami-i təşəyyü tək bir dənə musalladan bir dənə namaz-ı cümə qılırlar. Biz 16 dənə namaz-ı cümə qılırıq. Və namaz-ı yevmiyyə də ki, gündə namazı sübh, namazı zuhr, namazı əsr, namazı məğrib və namazı işa da ki, daimən hamı məsciddə var. Namaz-ı cüməyi ki, bu surət rəsmi namaz qılırlar. Bu məsciddə və 16 dənə, 15 dənə ayrı məsciddə də ki, elə bu şəhərdədirlər. Elhamdülillah vardılar, orada da namaz qılırlar və namaz-ı cümə də qılırlar. Heç kəsdə müzahimət icad ediləm və hətta namaz-ı eydimizdə də biz kamilən azadıq. Bu il biz bir gün Əli Təşəyyün qabağında elam eyd elədik. Elə bu şəhəri Urumiyədə mən namaz-ı eydi Pənşənbə elam elədim, در حالی که برادران Əli Təşəyyün روز cümə elam eydi Ramazan eydi fitri elədilər. Yani hatta bu hatta da biz aslında موضوع مذهبی bir موضوعdur ki aslında hakimiyet دخالت eləmir. Herkes azaddır. Hatta ادیان مختلف مسیحیler burada vardı, Ermeniler vardılar ki burada. Hamı bu peyruvi az o mezheb ve dini ki vardılar hamısı azadane eləyə bilirlər kilisalardan ve mabeddə öz ibadetleri انجام verseler.